Bugün sizlərlə yenə də test toplusuna izahlarımızı davam etdiririk. Mövzumuz tək və cüt funksiyalar, artan azalan dövrü funksiyalardır. Gəlin başlayaq birinci sualdan. Birinci sualda verir ki, fx funksiyası deməli bütün qiymətlərdə hansı kiçikdir, azalan olduğu təqdirdir. Əgər funksiya azalandısa, arqumentin böyük qiymətinə funksiyanın kiçik qiyməti uyğun gəlir. Deməli, siz orada ən kiçiyini axtarırsınızsa, arqumentin ən böyük qiymətini götürəcəksiniz. Yəni, cavab D variantı. İkinci sual. İkinci funksiyada isə artan deyir. Baxın, əgər bir funksiya artandısa, arqumentin böyük qiyməti funksiyanın da böyük qiymətinə uyğun gələcək. Yəni, ən böyüyünü istəyirsə, arqumenti ən böyük olan orada F9-dur. O zaman cavab C olacaq. Üçüncü sualda deyir, hansı funksiya azalandır? Uşaqlar, bəzi funksiyalar var ki, onlara artıq formuluna baxıb da artan azalan olduğunu demək olur. Üçüncü funksiya nədir? Üçüncü funksiya azalanı istəyir və hamısı xətti düz mütənasiblik funksiyasıdır. İstər xətti, istərsə də düz mütənasiblik funksiyalarında. Əgər k əmsalı mənfidirsə, funksiya azalır. K müsbətdirsə, funksiya artandır. Azalan istəyir, harada k mənfidir? Y variantında. Doğru cavab olacaq Y variantı. Sonra keçək dördüncü sual demişik. Dördə baxaq. Dörddə deyir, hansı funksiya azalandır? Yenə hər biri xətti düz mütənasiblikdir. Azalan istəyir. Nəyi tapacaqsınız? Dördüncü sualda k-sı mənfi olanı. Harada k-sı mənfi olan var? Təbii ki, B bəndində baxın. Mənfi kökdə 3x minus 2. Doğru cavab B variantı. Beşinci sual. Deyir, hansı tək, hansı cütdür? İndi gəlin bir tək cütü yadımıza salaq əvvəlcə, sonra tapşırığı mən həll edim. Tək cütdə nə deyirdik? Deyirdik, əgər f mənfi x müsbət fx şərtini ödəyirsə, bu cütdür. F mənfi x mənfi fx şərtini ödəyirsə, bu təkdir. Məsələn, bir variantlardan bir neçəsini yazacağım mən bura. X modulda x, y bərabər, sonra D variantı y bərabər x və yazmaq istəyirəm C bəndini, x minus 1-in kvadratı funksiyalarının hansının tək, hansının cüt olduğunu araşdıraq. Deməli, y bərabərdir x minus 1-in kvadratı. Baxın, əvvəlcə bundan başlayaq. Müxtəsər vurma düsturuna görə açmamış, tək cüt olduğu haqqında fikir söyləməyin. Necə yoxluyuram? Arqumentlərin yerinə mənfi yazıram. Mənfi x yazsam, mənfi x-in kvadratı minus 2 vur mənfi x üstəgəl 1. X kvadratı üstəgəl 2x üstəgəl 1. Funksiya tamamilə dəyişdi mənfi yazdıqda. Siz buradan mənfi çıxartsanız da önə dəyişmiş olacaq. Deməli, bu nə tək, nə cüt funksiyadır. Ümumiyyətlə, uşaqlar, yadda saxlamaq lazımdır ki, funksiyanın içərisində baxın, 2x tək funksiyadır. Amma x kvadratı cütdür. 1 sabit funksiya cüt funksiyadır. Təklə cüt bir araya gəldi mi, buradan tək və yaxud konkret cüt çıxmayacaq. Mənfi x yazsam burada yerinə, buradan çıxacaq mənfi x. Bu tək funksiyadır. Burada doğru cavab nə istəyir bizdən? Nə tək, nə də cüt olsun. Doğru cavab əslində C variantıdır. Yalnız gəlin A variantını da yoxlayın bir. Y bərabər x modulda x. Necə yoxluyursunuz? X-ların yerinə mənfi yazırsınız. Buradan çıxır ki, mənfi x modulda x. Görürsünüz, funksiya əksinə dəyişdi. Deməli, bu necə funksiyadır? Tək funksiyadır. Davam edək. Aşağıdakılardan deyir, hansı tək funksiyadır? Biz danışdıq ki, kubik funksiyadır, tək funksiyadır. Ümumiyyətlə, x-in dərəcəsi tək dərəcədəndirsə, bunlar həmişə tək funksiya yaradır. Deyir, aşağıdakılardan hansı təkdir? Elə bizim baxdığımız indi kvadratik cütdür. Amma baxın, y bərabər x üstü 5 minus 1. Deyə bilərsiniz ki, müəllim, x üstü 5 təkdir. Bəs niyə bunu tək kimi götürə bilmirik? Bir yoxlama aparaq, özünüz görün. Mənfi x üstü 5 minus 1. Bu eləyəcək nə? Mənfi x üstü 5 çıx 1. Mənfini mötərəzə xaricinə çıxardın. X üstü 5 plus 1. Sizin funksiya tamamilə başqa bir funksiyaya çevrildi. Mənfi önə çıxsa da. Deməli, bu nə tək, nə cüt funksiyadır. Orada bizim tək funksiyamız, baxın, budur. X modulda x. Çünki siz bunun yerinə mənfi yazdıqda, mənfi x modulda x alırsınız. Yəni, funksiyanın əksi alınır. O zaman cavab C-dir burada. Yoxlamanı bu cür aparırsınız, amma bəzi funksiyalar var ki, artıq onların dərəcəsindən bilmək olur. Daha sonra keçək 7-ci suala. 7-ci sualda deyir, yenə də hansı cüt funksiyadır. Baxın, kubik funksiya tək funksiyadır, bu getdi. Modulda x funksiyası cüt funksiyadır. Niyə cüt funksiyadır? Çünki mənfi yazanda müsbətə çevrilir. Bəs yaxşı, x kvadratı çıx x-in təkliyin cütlüyünü yoxlayaq bir. X-lara mənfi x yazsanız, bu olur x-in kvadratı üstəgəl x. Baxın, verilən funksiyada tamamilə başqa bir funksiyaya çevrilir. Bu nə tək, nə cüt funksiyadır? Yaxşı, birini də yoxlayaq. Y bərabər
X kvadratı üstə gəl x-i da yoxlayaq. X kvadratı üstə gəl x-i yoxlasanız, mənfi x-in kvadratı üstə gəl x, mənfi x. Bu da verəcək x kvadratı çıx x. Yenə də funksiya tamamən başqa bir funksiyaya çevrildi. Ona görə nə tək nə cütdür? Burada cüt olan yalnız moduldur. Keçirik növbəti 8-ci suala. Deyir, aşağıdakılardan hansı ədəd oxunda azalandır? Baxın, bir kvadratik funksiya haqqında, məsələn, mənfi 7x kvadrat plus 11 funksiyası haqqında hər zaman bütün oxda artandır və ya azalandır cümləsini işlədə bilmərik. Çünki adətən kvadratik funksiyalar bir tərəfdə artan, bir tərəfdə azalan olur. Məsələn, adi bir kvadratik funksiya var, x kvadratı. Bunu aydınlaşdıraq. Baxın, mənfi sonsuzluqdan sıfıra qədər qrafik azalır. Sıfırdan müsbət sonsuzluğa isə funksiyanın qrafiki artanlıqla davam edir. Deməli, bu funksiya həm artan, həm azalandır. Amma bu bizdən bütün oxda azalan istəyir. Yadda saxlayın, kubik funksiyalar y bərabər ax kubu. Əgər a müsbətdirsə, bütün oxda artandır. A mənfidirsə, bütün oxda azalandır. Bizdən azalanı istəyir. Hansı variant uyğun gəlir? Y variantına baxın, kubikin qarşısında mənfi işarə var. Bu belə. Keçdik, neçə idi bu? Deməli, 8. 9-da da həmçinin artan funksiyanı soruşur. Yenə həmçinin kvadratiklərə hər zaman artan, hər zaman azalan qura bilməzsiniz. Həmçinin cüt dərəcələrə C olmaz cüt dərəcədir. D olmaz cüt dərəcədir. B olmaz cüt dərəcədir. Yaxşı, bəs hansı variantı götürə bilərik? Artanı istəyirsə, kubikin işarəsi müsbət olmalıdır. Elə birbaşa variantı yazıram. 2x kubu plus 5. Bax, bu funksiyada kubikin önündəki əmsal müsbətdir. Bu hər zaman artan funksiya olacaq. Sonra aşağıdakılardan hansı tək funksiyadır deyir. Qrafikə baxıb cavab çıxartmalıyıq. Məsələn, kubik funksiya tək funksiyadır. Gəlin bir dənə kubik funksiyanın qrafikini çəkək. Kubik funksiya nəyə nəzərən simmetrikdir? Göründüyü kimi koordinat başlanğıcına və biz demişik tək funksiyalar koordinat başlanğıcına nəzərən simmetrikdir. Bircə dəqiqə. O zaman burada tək funksiya, o koordinat başlanğıcına nəzərən simmetrik olan funksiya harda var? Onda A bəndində var. 10-cu testdə olduğu A bəndi. Keçək 11-ci suala. Deyir, hansı cütdür? Cüt funksiyalar nəyə nəzərən simmetrik olur? Ordinat oxuna nəzərən simmetrik olur. Baxın, bu ordinat oxuna nəzərən simmetrikdir. O zaman ordinat oxuna nəzərən simmetrik gəlin axtaraq baxaq. Təbii ki, B bəndində baxın. Ordinat oxuna qalanları bu şərti ödəmir. 12-ci sual. Deyir ki, 12-ci sualda hansı ən böyükdür? Amma sizə şərtdə verdiyinə baxın. Deyir, bütün oxda azalandır. Bütün oxda azalan bir fx funksiyası varsa, 12-ci sualda, artan daha doğrusu bağışlayın, artan. Mən aşağıdakini oxuyuram. Artan funksiya varsa, argumentin böyük qiymətinə funksiyanın da böyüyü uyğun gələcək. Yəni, mötərəzənin içərisində sizdə ən böyük argument harda var? Təbii ki, C variantında var. F 3-də 8, 2,3-də 2 edər, hamısından böyükdür. Deməli, artanda argument böyükdürsə, funksiya da böyükdür. 13-cü sual, azalan. Qiymətlərin hansı ən böyükdür? Azalandırsa, əgər fx funksiyası azalan xətlə davam edirsə, o zaman tərsi nədir? Sizdən böyük qiyməti istəyirsə, argumentin ən kiçik qiymətini götürəcəksiniz. Baxaq nədir? 4-də 3 neçə eləyir? 0,75, 0,5, 0,2, 1, 2 tam neçə? Deməli, C variantıdır da ən böyük. Çünki ən kiçik argument ondadır. Yaxşı, davam edək 14-cü suala. Aşağıdakılardan hansı doğrudur? Birincisi, siz bilməlisiniz ki, 14-cü sualda verilmiş funksiya cüt funksiyadır. Cüt funksiyalar da adətən mənfidirsə müsbətə çevirir mənfini. A bəndini yoxluyuram. F3 deyir, F0-dan böyükdür. Gəlin yoxlamağını da göstərim. 3 üstü 40 desəm, 0 üstü 40 desəm. Təbii ki, böyükdür, bu doğrudur. B bəndində deyir ki, F-2 F-3-dən kiçikdir. Mənfi 2-nin 40-cı dərəcədən qüvvətindən sanki mənfi 3-ün 40-cı dərəcədən qüvvətini müqayisə edirsiniz. Təbii ki, burada nə olmalıdır? Bu böyük olmalıdır. Bu da belə. Daha sonra doğru olmayan axtarırıq biz. F-4, F2. Baxın, mənfi 4-ü 40 dəfə öz-özünə vurmalıdırsa, bu deməkdir. 2-ni də 40 dəfə. Təbii ki, yenə bu tərəf böyük olacaq. Baxın, D variantında yanlış yazıb. Bu işarəni belə çəkib. Amma biz müqayisə edəndə gördük ki, çünki mənfinin cüt dərəcədən qüvvəti zaten müsbət eləyir. Bu daha böyükdür. Sonra 15-ci sual. 15-ci sualda verilən funksiyamız isə bir tək funksiyadır. Fx bərabər x üstü 39. Deməli, F4 F0-dan kiçikdir deyir. Veriləni sadəcə yoxlayın.
4 üstü 39, 4, 0 üstü 39. Təbii ki, bu tərəf böyükdür. Əksinə yazıb. İndi bu doğrunu istəyir bizdən. Bu yanlış oldu bu fikir. İndi gəlin doğrunu yavaş-yavaş tapaq. Burada sadəcə bir-bir yoxlayıram ki, siz daha rahat anlayın, yoxsa birbaşa cavabı da demək olar. Mənfi 3 üstü 39, amma tək dərəcədə unutmayın, mənfi ədədlərin cavabı mənfi eləyəcək. Mənfi 2 üstü 39. Əlbəttə ki, bunlar mənfi elədiyi üçün bu tərəf daha böyükdür. Bu işarəni amma yenə tərsinə çəkib, bu doğru deyil. Daha sonra f mənfi 2 f1. Mənfi 2-nin üzəri 39, 1-in üzəri 39. Hansı tərəf daha böyükdür? Təbii ki, bu tərəf daha böyükdür. Amma bu işarəni belə çəkmişdi kitabda. Bu da yanlışdır. Baxaq. Növbəti f5, f-5-i yoxlayırıq. Deyir f5, f-5-dən böyükdür. Doğru deyir. Əslində bunu bir-bir yoxlamamaq da olar. Çünki bu verilmiş funksiya tək funksiyadır. Tək qiymətdə aydın məsələdir ki, arqumentlər göstərilən hansı böyükdürsə o düzgün verilibsə o olacaq. Mənfi 539. Əlbəttə ki, bu tərəf böyükdür. Deməli, variant doğru D variantı olacaq. 16-cı suala gəlin baxırıq. 16-cı sualda deyir ki, verilmiş funksiyanın hansı cüt funksiya edər? Emin parametrin hansı qiymətə? Birincisi, siz verilən funksiyanı sadələşdirməmiz, onun təkliyi cütlüyü haqqında fikir söyləyə bilməzsiniz. Baxın, sadələşdirmək demək müxtəsər vurma düsturuna görə açdım. İndi biraz daha sadələşdirim. 4x kvadratı. Baxın, mənfi 12x, mənfi 4mx. Burada mənfi x-i çıxarın. 12 topla 4m qalır. Və plus 9 üstə gəl 4m. İndi sizdən soruşur ki, cüt funksiyadır. Cüt funksiya deyirsə, kvadratik cütdür. Bu sabit funksiyadır. Sabit funksiyalar hər zaman cütdür. Deməli, bunun içərisində tək funksiya qalmamalıdır. Axı, bu tək funksiyadır. Hal-hazırda x. Bəs mən nə edə bilərəm ki, o hədd onun içərisində qalmasın? Tək funksiyanın əmsalın sıfıra çevirməliyəm. Qısaca deyə bilərəm ki, əgər tək funksiya verilibsə, sizdən də şərtdə hamısının cüt olmağını istəyirsə, təkin hər zaman əmsalı sıfırdır. Yox, sizdən tək cüt funksiya istəyir. Daha doğrusu tək funksiya istəyir. Cavabda cüt şərti veribsə, o zaman tərsinə cütün əmsalını sıfıra bərabərləyirsiniz. Yəni, burada baxın nə deyirdi? Bir də təkrar deyirəm. Cüt istəyir. Cütləri saxlayırsınız. Təklərin dərəcəsi əmsalı sıfıra bərabər olacaq və mənfi çıxacaq. Buradan da Y variantı. Davam edək 17-ci sualla. 17-ci sualda deyir ki, fx bərabərdir 2 minus x-in kvadratı çıxılsın mx üstə gəlinsin 3m. Deyir, bu cüt funksiyadır. Yenə də müxtəsərə görə açaq. 4 minus 4x üstə gəl x kvadratı minus mx plus 3m. X-in kvadratı. Mənfini çıxarırıq. 4 üstə gəl mx plus 3m topla 4. Deməli, deyir, cüt funksiyadır. Baxın, bu cütdür. Bu da cütdür. Sabit funksiyadır. Amma bu təkdir. Deməli, nə olmalıymış? Təkin əmsalı 0 olmalıymış. O zaman m neçədir? Mənfi 4-dür. D variantı. On 18-ci suala baxırıq. Fx bərabərdir. A minus 3 x-in kubu üstə gəl. Modulda A minus 3 x-in kvadratı üstə gəl AX A plus 3. Deyir ki, bütün ədəd oxunda təkdir. Baxın, bu təkdir, qala bilər. Bu təkdir, bu da qala bilər. Lakin burada cütlər var. Baxın, bu cütdür. Bu da cüt, sabit funksiyadır bu axırdakı, bu da cütdür. Biz, əgər bizdən sırf tək funksiya istəyirsə, biz o cütləri sıfıra bərabərləşdirməliyik. Əmsalların lakin. Əmsalları, cütləri bərabərləşdirdik sıfıra. Buradan modulda A bərabər 3 və buradan 2 dənə kök çıxır, plus minus 3. Buradan isə A bərabərdir, mənfi 3 olur. Deməli, A-nın ortaq qiymət mənfi 3 olduğundan mənfi 3 qiymətli funksiya tək funksiyadır. Davam edirik növbəti suala. 19-cu sualda. 19-cu sualı adətən bəzən funksiyalara nümunə də çəkib yazmaq olar. Amma mən bu səfər nümunələrlə yazmayacağım. Deyir, mənim funksiyam tək funksiyadır. Və 0 müsbət sonsuzluq aralığında artan funksiyadır. Və sizə şərt verib ki, f(x) böyükdür bərabərdir f ondan.
Gəlin bir-bir deyim. Baxın, artanlıq şərti varsa ilk öncə artanlıqdan başlayıram. Əgər bu funksiyada baxın, artanlığa şərt veribsə, artanlıq şərti, birinci artanlığı yoxlayırsınız. Artanlıq şərtində arqumentin böyük qiymətinə funksiyanın böyük qiyməti uyğun gəlir. Yəni f(x) f10-dan böyükdürsə, x ondan böyükdür. Bu bizim artanlıqda birinci şərtimiz. 10 müsbət sonsuzluq. Tək funksiyadırsa, arqumentdə bir qiymətə bir qiymət uyğun gələcək. Bunu nəyi demək istəyirəm? Məsələn, f(x) bərabər x kubu təkdir. Siz x-a 2 verəndə alacaqsınız, tutaq ki, 8. X-a -2 verəndə -8 alacaqsınız. Fərqli-fərqli qiymətlər. Yəni, bunun təyin oblasında simmetriklik olmayacaq. O zaman cavab 10 müsbət sonsuzluq B. Baxaq, 10 müsbət sonsuzluq harada var? C variantında var. Davam 20-yə baxaq. Deyir ki, f(x) funksiyası təkdir. 0 müsbət sonsuzluq aralığında azalandır. f(x) kiçikdir, bərabərdir f7-dən. Və azalandı. Baxın, əgər azalandısa, ilk öncə bilin ki, arqumentin böyük qiymətinə funksiyanın kiçiyi uyğun gəlməlidir. Yəni, işarə əks mənalı işarəyə çevrilir. Yazdınız ki, bura 7 müsbət sonsuzluq. Təkdirsə, əgər bir funksiya təkdirsə, elə cavabımız da bu da olacaq. 7 müsbət sonsuzluq cavab olacaq D variantı. İndi bizim qarşımıza cütlər də çıxacaq. Cütlərdə də fərqli hal yaranacaq. Onun da nə etsin deyim. Cütlərdə fərqli hal yaranmağına səbəb odur ki, fərqli hal yaranmağına səbəb, məsələn, y bərabərdir, heç o misal üçün işləmirik. Biz indi 21-i yazacaq. Amma bir diqqətlə buna qulaq asaq. Cüt funksiya olmasını istəyiriksə, biz həmişə dərslərdə də bunu demişik ki, cüt funksiyada x-a məsələn 2 verəndə 4-dür, x-a -2 verəndə 4-dür. Yəni, bunun alacağı qiymətlərdə və təyin oblasında simmetriklik var. Əslində tək funksiyada da var, lakin tərs funksiyanın alacağı qiymətlərdə bu yoxdur, qiymətlər oblastında. Məsələn, f(x) kiçikdir f6. Deyir ki, funksiya cütdür və 0 müsbət sonsuzluq aralığında azalandır. Azalandısa, birinci arqument əksinə dəyişəcək. X böyükdür, 6 olacaq. Yəni, siz 6 müsbət sonsuzluğu hökmən götürəcəksiniz. Amma cütlük bizə deyir ki, bunun simmetrik oblastında götür. Mənfi sonsuzluq -6. Nədən götürürəm? Çünki siz bura x-in qiymətinə mənfi məsələn 6 da yazsanız, yenə cütdürsə f-6 f6-ya çevriləcək. Cüt funksiyada f-6 f6-ya çevriləcək. Yəni, cütlər də bunu da ödəyir. Ona görə biz iki tərəfi də qəbul edirik. Keçək 22. 22. 22-də deyir f(x) funksiyası cütdür və 0 müsbət sonsuzluq aralığında artandır. Artan şərtini verib. Bizə verib aralığı ki, f(x) daha doğrusu bərabərsizliyi f(x) f8-dən böyükdür. Birincisi, siz həmişə artan azalanla işləyin bu tapşırığı. Artan azalan nədir? Arqumentin böyük qiyməti isə funksiyanın da böyüyüdür. Deməli, işarə dəyişmədi artan olduğu üçün. 8 müsbət sonsuzluq yazdınız. Amma cütlük varsa, eyni aralığın simmetrik oblastında yazırıq. Yəni, bunu funksiya yazıb da oradan nəticə çıxarmaq, bərabərsizliyi həll etməyə mənim fikrimcə ehtiyac yoxdur. Keçək növbəti suala. Növbəti sualda deyir ki, -6 aralığında, baxın, funksiya bütün ədəd oxunda təyin olunmuş tək funksiyadır. f(x) təkdir. Yəni, f-x -f(x)dir. 0-6 parçasında ekstremum bilirsiniz nədir? Ekstremum bir funksiyanın artan azalan nöqtələridir. İndi burada deyir 0-6. 6-da ekstremum nöqtələri 1, 3, 5 olsun bura. Deyir ki, f1-də 7 alır. 7. Bu olsun. Təxmini mən qeyd edirəm qrafiki sadəcə ekstremum nöqtələrini göstərmək üçün. Bunu daha dəqiq qrafiki qurmaq olar bir-bir. f1 7. Bu bunun maksimal nöqtəsidir. Baxın, belə çəkirəm. Maksimum nöqtə. Daha sonra f3 4 alır. 4 aldı. Bu da bunun maksimum minimum deyil. Heç birinə aid deyil. Dərəcə yazmayıb. Maksimum nöqtəsi 5-dir. 5-də 9 alır. Bu da həmçinin maksimumdur.
Bu da maksimum nöqtəsidir. Və indi davam edək. Əgər bu funksiya tək funksiyadırsa, tək funksiyada biz sizlə nə danışmışdıq? Tək funksiyada deyirdik, f1-də 7 alırsa, f-1-də alacaq -7. İndi yer az olduğu üçün burada təxmini quracam. Və f3-də 4 alırsa, onda f-3-də alacaq -4. Bu da bir nöqtə. Davam edirəm. Deməli, f5-də 9 alırsa, f-5-də -9 alasıdır. O zaman, baxın, indi burada əgər tək funksiyada koordinat başlanğıcından da keçəcək. Funksiyanın qrafiki hansı ki, baxın, belə olacaq. Yəni, burada əgər bu maksimallı qiymət alırsa, bu f1-də 7 alırsa, burada bu minimum qiymət alacaq. Burada maksimallı qiymət alırsa f5-də, burada minimallı qiymət alacaq. Və bizim qrafikimiz, baxın, təxmini belə bir qrafik çəkəcək. Bunun dediyi şərtlərə əsasən. Baxın, belə bir qrafik. İndi maksimum minimumların qeyd edək. Baxın, bu maksimum idi. Onda belə çıxdı, bu minimum. O, lokal araşdırırıq biz yerli şəkildə baxırıq ki, hansısa bir aralıqda maksimum minimum. Bu maksimumdur. Bu maksimumdur. Bu minimumdur. Bu da minimumdur. Sizdən nə tələb eləyir? Minimum qiymətlər cəmi. Qiymət dediyimiz funksiyanın qiymətidir. Minimumlara bir-bir baxaq. f3-də 4 alır. Minimum qiymətin biri 4-dür. Minimumların digərinə baxaq. f-1-də -7 alır. Və nəhayət -5-də -9 alır. -9, -7, -16, bu da eləyəcək -12. Doğru cavab C variantı. Bu da elə bilirəm, aydındır, sual çətin olsa da biraz digərlərinə nisbətən belə həll olur. Yəni, oradakı verilən şərtlərə görə. Ümumiyyətlə, tək funksiya nə deməkdir? f-x -x-dir. Yəni, f4 7-dirsə, tək funksiyası f-4 -7-dir. Keçək 24-cü suala. 24-cü sualda bizə verir ki, f(x) bərabərdir, p(x) üstəgəl 1, 2x üstəgəl 2 üstəgəl 4. Funksiya tək funksiya olursa, birinci vurub açmaq lazımdır. 2px kvadratı üstəgəl, deməli, p2x üstəgəl 2x, p2x üstəgəl 2x üstəgəl 4px üstəgəl 2 üstəgəl 4. Biraz sadələşdirmə aparaq mı? 2px kvadratı, p2x, bax bunların hamısının yanında x var. X-i çıxaraq, p2 plus 2 plus 4p. Plus 2 plus 4. Sabit həddir bu da. Deyir, təkdir. Baxın, burada təklər hansıdır? Bu təkdir. Amma bu cütdür. Bu da cüt funksiyadır. Deməli, burada cütlərin əmsalı 0 olmalıdır. Tək qalmağını istəyirsinizsə. 2p 0 olmalıdır o zaman. P'miz nədir? 0. 2 plus 4-də 0 olmalıdır. 2'miz nədir? -4. Bu da bizdən nə istəyir? P2, baxın, soruşur P 0'dır. Q -4'dür. P2 hasildə 0'dır. Cavabımız eləyəcək A variantı. Yəni, bu sxemlə hamısını bu şəkildə yazmaq olar rahat. 25-ci suala gəldi. 25-ci sualda deyir ki, yenə bir tək funksiyadan danışır. -25-ci sual. -3 parçasında təyin olunmuş tək funksiyadır. f2 6'dır. Tək funksiyadırsa, birinci bilməlisiniz ki, hər bir tək funksiyada f0 0'dır. Çünki koordinat başlanğıcından keçir. Deyir ki, f2 6'dır. 7 f0 üstəgəl 4. 5 f2 çıx 4 f -2. Baxın, burada bir də nəyi bilsəz bu misalı tam əldə eləyə bilərsiniz. Tək funksiyadırsa, f -2 bərabərdir -6'ya. Onda yerinə yazaq. f0 0'dır yazdıq. Bu ancaq tək funksiyada belədir. Cüt funksiyada f0'ı 0'a bərabərləşdirə bilməzsiniz. f2 6'dır. f -2 isə -6'dır. Hesabat aparaq 4, 30, üstəgəl 24. 54 vur 4. 216. Belə. Elə bilirəm 26-cı sualda
rahatlıqla həll edə bilərik. Tək funksiyadır. F3 5-dir. Onda f-3 -5-dir uşaqlar. Burada f0 da 0 olacaq. Çünki tək funksiyalar koordinat başlanğıcından keçir. Gəlin o zaman baxaq 27-yə. Fx bərabərdir ax kvadrat üstə gəl a minus 3x plus a. Deyir cütdür. Cütlər hansılardır? Baxın bu cütdür. Bu tək funksiyadır. Bu da sabitdir, cütdür. Cüt qalmasını istəyirsə, təkləri 0 eləməliyik. Deməli, a minus 3 0 olmalıdır. A-nın da qiyməti 3-dür. Bu belə. Sonra 28-də yenə eyni məsələ. Amma burada deyir ki, tək qalsın. Tək olmağını istəyirsə, cütləri 0-a bərabərləşdirirsiniz artıq. Ax kubu plus a minus 4x kvadrat üstə gəl ax. Əgər tək olmasını istəyirsə funksiyada təklər, baxın bu təkdir, bu cütdür, bu təkdir. Tək olmasını istəyirsinizsə o zaman cütlər 0 olmalıdır. Yəni a minus 4 0 olmalıdır. A 4-ə bərabər olacaq. Doğru cavab. Keçək 29-cu suala. 29-cu sualda deyir ki, əsas dövrü 6 olan bir funksiya verilib. F2 5-dir. F-3 6-dır. Biz dövrünü dərslərdə də danışarkən həmişə deyirik ki, dövrü nə deməkdir? Əgər bir funksiya 6 dövrüdürsə, 6 dənədən bir onun qiymətləri təkrarlanacaq arqumentdir. Yəni F8 də 5-dir. F14 də 5-dir. Bu səbəbdən. Yəni istənilən, əgər bir funksiyanın 6 dövrüdürsə, 6-nın bütün mənfi və ya müsbət tam misillərinin hamısı onun dövrü olacaq. Yəni F6-nın 2 mislini 12 eləyir. 2-nin üstünə 12 gəlsəniz, o da 5-dir. F14 5-dir yəni. F14-ü 5 tapdınız. Amma bu bütün ədəd oxunda cüt funksiyadır. Cüt funksiya nə deməkdir? Mənfisi də, müsbəti də bir-birinə bərabərdir arqumentin. Yəni F-14 də 5-ə bərabərdir. Hansı ki var orada. Daha sonra 21-ə baxaq. Baxın, mənfi 3-ün üzərinə 18 çıxsanız, mənfi 21 eləyir. Əgər F-3 6-dırsa, bundan dövrün mənfi 3 mislini toplayaq, yəni mənfi 3 18 əlavə eləyək. Eləyəcək nə? Mənfi 21. F-mənfi 21 də o zaman 6-dır. Bunu da tapdıq. İndi 45-i araşdıraq. 45-ə baxaq. Yenə də F, bir dəqiqə bunu silməyək, bunlar qalsın. Aha. Deməli bu 6. İndi yenidən F-45-i hesablayıram oradakı. Mənfi 45-i görün yaza bilərik. Mənfi 3 çıxılsın 6-nın 7 misli. Dövrün 7 mislini əlavə edirsiniz. Əgər bir arqumentə dövrün neçə mislini əlavə edirsiniz və ya çıxırsa çıxın, cavab dəyişməyəcək, o da 6-dır. Daha sonra F-50. Görün mənfi 50-ni belə yazmaq olarmı? Mənfi 2 üstəgəl çıxılsın dövrün 8 misli. Bəli, mənfi 50 eləyəcək. O zaman bu da 5-dir. Onda sadəcə geri qalan yerinə yazmaqdır. F-14 5-dir. F-21 6-dır. F-45 6-dır. F-50 5-dir. Bu da eləyəcək doğru cavabımız 11. Yəni dövrlükdən bu cür istifadə edirik. Əgər bir funksiyanın t dövrüdürsə, onda onun bütün misilləri bu funksiyanın dövrü olacaq. Davam edəyimi 30-a. Otuzuncu sualda da deyir F1 7-dir. F2-nin qiymətini verib bizə 9-dur. Amma dövrə neçə yazıb? Deyir dövrə 6-dır və cüt funksiyadır. Bax, cüt funksiya bizim işimizə harada yarayacaq? İndi onu görəcəksiniz. Dövrə 6-dır deyir. 30, bircə dəqiqə. 6 biz 29-u oxuyuruq üzrürsən. F dövrü burada 7-dir. Bizim funksiyada dövr artıq 7-dir. İndi oradakı qiymətləri bir-bir tapmağa çalışaq. Bax, nə var orada? F23 var. F23 gəlin görək nəyin neçə misli ola bilər? 7-dir. Görün F23-ü yaza bilərəmmi ki? Deməli F2 üstə gəl dövrümüzün 3 misli. 23 eləyir hansı ki? Deməli bu 9-dur. Bunun birini tapdıq. İndi ikincisinə baxaq. F15. F15-i görün yaza bilərəmmi ki? F15 bərabərdir. F1 üstə gəl dövrün 2 misli. Yəni dövrün misilləri ilə hərəkət eləyəcəksinizsə əgər doğrudur. F30-u görək necə yaza bilərik? F30-u yazaq. Baxın. F30-u yazaq belə.
F30 bərabərdir. F2 dövrün 4 misli. 7, 4, 28, 30 eləyəcək. Deməli, bu da 9-dur. Qaldı F58. F58-ə baxaq. F58-i də görüm yaza bilərikmi ki, belə? 2 üstəgəl 56 yaza bilərik. Yəni, dövrün 8 misli. Bu da 9-dur deməli. Sonra F-36. F-36-da görə necə eləyə bilərik? Birinci F36-dan başlayaq. F36-nı siz yaza bilərsiniz ki, bir üstə F36-nın qiymətini tapıram. Əvvəla onun birinci təccüddlük varsa burada. F-36 ilə F36 eynidir. Amma F36-nı belə yaza bilərikmi ki? 1 üstəgəl dövrün 5 misli. Deməli, bu elə 7-dir. Amma cüt funksiyadsa F-36-da 7-dir. Mənə elə gəlir ki, hamısını araşdırdıq, tapdıq. İndi qiymətlərinə baxaq. F23-ümüz neçə idi? 9. F15-imiz neçə idi? 7. F30 harada var? F30 9. F58 9. F-36 7. Buradan da 16, 9'un 63. O da 9, 72 eləyir səhv eləmirəmsə. 72 böl 16. Bunu da ixtisar aparsaq doğru cavabı almış olaraq. Bir dənə də təzədən hesabatımıza baxaq. Ola bilər hesabda nəsə səhv eləyək. Bir dəqiqə biz burada səhv oxumuşuq cümləni. Üzr sayım, bunu yenidən düzəltmək. Hamısını düz oxumuşuq. Bir dənə burada cüt uşaqlar demir. Tək deyir bu funksiyada. Tək. Tək deyirsə o zaman bu mənfi 7-dir. Çünki əgər tək funksiyadırsa F36 7-yə bərabər olduğu halda F-36 mənfi 7-yə bərabərdir. Artıq bunlar eyni deyil. Əgər F36-nın qiymətini 7 tapmışsınızsa F-36 mənfi 7-dir. İndi gəlin düzəliş edəydi onda buna. Deməli, onda hesabatımızın cavabı nə çıxmalıdır? Deməli, F23-ün qiyməti doğruydu. F15-imizin cavabı 7. Burada da 9. Aşağıda olacaq isə F58 9-dur. Çıx F7. Bu eləyəcək 2, bu da eləyəcək 72. 36 eləyəcək onda doğru cavab. Bu belə. Davam edəyimi? Növbəti sual 31-ci sual. Hı. 31-ci suala gəlincə isə deyir y bərabərdir 9 minus k kvadratı və önündə x kubu funksiyası artandır. Artan olmaq üçün kubikin əmsalı müsbət olmalıdır. Sıfırdan böyük. Bunu ruhlara ayırsanız nə alınır? 3 minus k, 3 plus k. İntervalda qeyd etsəm mənfi 3, müsbət 3. Aralıqlara bölsəm, müsbət, mənfi, müsbət. Böyük sıfırı istəyir və deməli 3 müsbət sonsuzluqla mənfi sonsuzluq 3 cavabı olar doğru cavab. Növbəti 32-cidə isə artanı olduğunu yenə də deyir. Neçə tam qiymətdə artandı. Bircə dəqiqə biz burada işarə səhv elədik. Burada işarə səhv eləmişik. İşarə səhvi niyə eləmişik? Mənfi 3 3-dür burada. Mənfi müsbət mənfi getməlidir işarə. Çünki kvadratikin baş əmsalı mənfidir. Böyük sıfırda mənfi 3 3. Amma bizdən bunu soruşmayıb uşaqlar. Burada tam qiyməti deyir. Mənfi 2, mənfi 1, 0, 1, 2. 5 dənə tam qiymətdə bu funksiya artan olacaq. Növbəti 16 minus k kvadratı x kubu funksiyasıdır. Deyir artandır. Yadda saxlayın, kubiklərin əmsalı müsbətdirsə funksiyalar artan olur. O səbəbdən yenə vurğulara ayırıram. Eyni vəziyyətdir 4 minus k, 4 plus k kimi. Sıfırlarını tapdım. Mənfi 4, müsbət 4. Baxın, k kvadratın əmsalı mənfidir. Deməli, sağdan birinci işarə mənfi, müsbət, mənfi deyə davam edəcək. Mənfi 4, 4. Mənfi 4, 4-ün içərisində də alacağı tam ədədlər. Mənfi 3, mənfi 2, mənfi 1, 0, 1, 2, 3. 7 dənə tam qiymət olur. Keçək 33-cü suala. F-A plus F-mənfi B. J-A 12-dir. Amma unutmayaq, F-X cütdür. J-X tək funksiyadır. Və F-mənfi A, F-B,
Funksiyaları ələ köçürdürəm. J mənfi A. Deyir 8 olursa F-anı tap. Baxın, bunları bir sistemə salım mən. Deməli, F-A F-adı qalır. F cütdür. Əgər F cütdürsə uşaqlar, mənfi B ilə müsbət B-yə çevriləcək. Eynidir. J-A təkdir, bu da heç mənfisi yoxdur. Ancaq burada mənfilərə təsir edəcək təkliyi cütdür. F mənfi A, F cütdür. Çevrilir olur müsbət F-A. FB, bu öyle FB-dir qalır. J təkdir. J təkdirsə mənfini önə çıxarır. Mənfi J-A olur. İndi tərəf-tərəfə toplayın bunları. FB-lər getdi mi? Getdi. J-A-lar toplayanda islah getdi. Qaldı 2 dənə F-A bərabərdir 20-yə. F-A da bərabərdir 10-a. Bu da 34 də eynidir. Elə bilirəm burada heç bir şərt dəyişikliyi yoxdur. Yenə eyni cürdür. Bunu 35-ə baxalım. 35'te deyir ki, fx funksiyası bütün ədəd oxunda təyin olunmuş. 35 y bərabərdir fx funksiyası. Bütün ədəd oxunda təyin olunmuş və dövrü 3-ə bərabər olan bir funksiyadır. F1 4-dürsə, sual verir ki, 6 F7-ni minus 5 F mənfi 2-ni tapın. Baxın, dövrü 3 nə deməkdir? 7-ni axtarırsınız da siz. 7-ni belə yaza bilərəmmi ki, F1 üstə gəlinsin dövrün 2 misli. Əgər bu alınırsa, deməli bunun da cavabı 4-dür. Bəs F mənfi 2-ni necə yaza bilərəm? Gəlin ona baxaq. Yaza bilərəmmi ki, F1 çıx 3. Birdən dövrü çıxanda 3 mənfi 2 edir. Bu da deməli 4-dür. Onda 6 vur 4, çıx 5 vur 4. 24 çıx 20. Cavabımız 4 edər. Eyni ilə 36-cı sual da bu formada həll olacaq. Dövrü 3'dür. Baxın, dövrlər üzərində işləyərkən dövrün misillərini də əlavə edib çıxa bilərsiniz. 37-ci sual. 37-ci sualda deyir ki, y bərabərdir k kvadratı çıx 25 kök altda kx funksiyası azalandır. Azalan olmağı üçün ilk öncə k kvadratı çıx 25 sıfırdan kiçik olmalıdır. İndi baxaq, k minus 5 amma kökün altında da k var. K müsbət olmalı, unutmayın. K minus 5 k plus 5'dir. Kiçikdir sıfırdan. Sıfırları nədir? Mənfi 5, 5. İşarəsi də müsbət, mənfi müsbət gedəcək. Baş əmsal müsbətdir çünki. Siz tapdınız ki, aralıq mənfi 5, 5'dir. Mənfi 5, 5 aralığında müsbət ödəyəcək. Onsuz natural qiymətləri istəyir təbii ki. 4, 5. 5'i yox, 5 alınır. Deməli 4'ə qədər. 1, 2, 3, 4. 4 dənə qiymətdir. Hı -hı. 38-ci suala baxırıq. 38-ci sualda y bərabərdir k kvadratı minus 36 yazıb burada. K kök altda kx. Yenə də nə soruşur? Azalandır. Azalandırsa nə etməliyik? Sıfırdan kiçik aralıq. Deməli k minus 6 k plus 6. Bunu aralıqlara böldüm. Mənfi 6 müsbət 6. Baş əmsal müsbət mənfi müsbətdir. Mənfi 6 6. Mənfi 6 arasında neçə natural ədəd var? 1, 2, 3, 4, 5. 5 natural qiymətdə olacaq.